Onlar sosial şəbəkələrdə izləyici toplayır, brendlərlə əməkdaşlıq eləyir və məhsulları tanıdırlar. İnfluencerlıq artıq sadəcə hobbi deyil. Sosial mediada paylaşılan reklam və təqdimat məzmunları bir çoxları üçün gəlir mənbəyinə çevrilib. Statistanın verdiyi məlumata əsasən qlobal influencer marketinq bazarının həcmi 2020-ci ildən bəri 3 dəfədən çox artıb. 2024-cü ildə isə 24 milyard Birləşmiş Ştatlar dolları olub. 2025-ci ildə bazarın rekord həddə çatacağı təxmin edilir ki, bu təxminən 33 milyard Birləşmiş Ştatlar dolları təşkil edir. Lakin influencer və blogerlərin bu gəlirlərinə uyğun vergi öhdəliklərinin necə tənzimlənməsi məsələsi ictimai marağa səbəb olub. Mövzu ilə bağlı texnobloger Fərid Pərdəşnas bildirib ki, influencerların gəlirləri də digər kommersiya fəaliyyətləri kimi vergi qanunvericiliyi çərçivəsində tənzimlənməlidir. Hər bir vətəndaş kimi kimsə kommersiya fəaliyyətinə məşğul olursa, pul qazanırsa, bundan müəyyən məbləğdə vergi verməlidir. Yəni xüsusi kateqoriya influencer vergisi yoxdur. Onlar ya mənfəət vergisi ödəyir, ya sadələşmiş vergi ödəyir. Əksər hallarda mənfəət vergisi, bəzi böyük influencerlar ƏDV vergisi ödəyicisi də ola bilirlər. Yəni məsələ ondan ibarətdir ki, dövlət vergi xidmətinə uzun müddətli vergi ödəyən influencerlar var illərdir. Məsələn, mən şəxsən özüm 2017-ci ildən bu fəaliyyət növü ilə məşğulamsa, 2017-ci ildən də vergimi ödəməyə başlamışam. Ekspertin sözlərinə görə bu il reklam haqqında qanuna edilən dəyişikliklər bəzilərinin düşündüyü kimi yeni vergi tələbləri yaratmayıb. Əsas məqsəd reklamın şəffaf aparılmasıdır. Qanun əsasən bu təqlərdən istifadə edib, bunu izləyicinə bəyan etsin ki, mən məhsulu reklam edirəm. Yəni bu orqanik məhsul deyil də, yəni mənim öz iradəm əsasında çəkdiyim bir video deyil, öz iradəm əsasında təqdim elədiyim məhsul deyil. Bu birbaşa belə deyək, reklam etdiyim məhsuldur. Kimdənsə bunun müqabilində ödəniş almışam. Yəni qanun deyir ki, sən kim nəsə müqabilində nəsə reklam edirsənsə, bunu izləyici bilməlidir ki, istehlakçı hüquqları qorunsun. Yəni sən pul alıb bunu tərifləyirsən. Fərid Pərdəşnas deyib ki, hazırda bəzi sosial media istifadəçiləri gəlirlərini rəsmi şəkildə bəyan etmir. Bu isə vergi uçotundan yayınma və müqaviləsiz əməkdaşlıqlar kimi problemləri artırır. Necə ki, ödəniş alırsan, vergisini vermirsən və yaxud da ki, gizli şəkildə müqaviləsiz ödəniş alırsan. Bu tipli hallarda vergidən yayınma halları olur. Yəni, burada təbii ki, o reklam verən brendin də şeyi var, məsuliyyəti var. Amma hal-hazırda böyük brendlər, iri şirkətlər bu metoddan istifadə eləmir. Amma hal-hazırda yəni kütləvi şəkildə influencerlərin vergidən yayınması, alma söhbət gedə bilməz. Mikro influencerlik səviyyəsində bəli bu mövcuddur, amma böyük, yəni iş görən influencerlər bu tipli hallara yol vermirlər. Hələ ki, rəsmi qeydiyyatda olan influencerların sayı və ya bu fəaliyyət istiqamətindən toplanan verginin həcmi ilə bağlı rəsmi statistika yoxdur. Dövlət Vergi Xidmətinin nümayəndəsi Elxan İsayevin sözlərinə görə, reklam haqqında qanunvericiliyi edilən son dəyişikliklərdə rəqəmsal platforma təsirçisi anlayışı gündəmə gəlib ki, bu da blogerlik və ya influencerlıq fəaliyyətini əks etdirir. Bu fəaliyyət növü ilə məşğul olanlar hər hansısa bir məhsulu və ya xidmət sahəsini reklam edirlərsə, bu reklamdan əldə etdikləri gəlirlər üzrə gəlir vergisi öhdəliyi daşıyırlar. Məhsulun reklam və ya tövsiyə xarakterli olması bloger və influencerlərin bu fəaliyyət üzrə davamiyyətinə görə təhlil edilə bilər. Reklam haqqında qanuna əsasən, rəqəmsal platforma təsisçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan reklamverici fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, habelə həmin vergi ödəyicilərinin əlaqə məlumatları barədə məlumatlar verilməlidir. Sosial media üzərindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla vöyn əldə etməli, fəaliyyəti təsdiq edici sənədlər əsasında rəsmiləşdirilməli və əldə olunan gəlirləri üzrə vergi orqanına bəyannamə təqdim etməlidirlər. Rəsmi məlumatlara görə 45 min manata qədər gəliri olan şəxslərin qazancının 75%-i gəlir vergisindən azaddır. Amma gəlir gizlədilərsə məsuliyyət qaçınılmazdır. Gəlir bəyan edilmədikdə və ya azadılaraq göstərildikdə yayındırılmış məbləğin 50%-i qədər maliyyə sanksiyası tətbiq edilir. Mütəxəssislər hesab eləyir ki, bu sahədə maarifləndirmənin gücləndirilməsi vacibdir. Sosial media iqtisadiyyatının genişlənməsi fonunda vergi uçotunun da bu sahəyə adaptasiyası qaçınılmazdır.
Qanunvericiliyə riayət edən bloger və influencerlar üçün bu həm şəffaf fəaliyyət, həm də gəlirlərinin hüquqi qorunması deməkdir. Sevinç Bağırova, Real.